Esselamu Aleyküm bizi izleyenler ve hörmətli həmkarlarım. Bugün sizə başqa bir Haier kondisionerinin pultunun istifadə qaydasını görkəzəcəm. Bu kondisionerin on-off, yəni yandırıb söndürmə düyməsidir. Bunun köməyi ilə kondisioneri yandırırıq və hər dəfə düymə basıldıqda ekranın sağ küncündə biz siqnalın göndərildiyini görürük. Kondisionerin rejimlərini dəyişmək üçün mod düyməsindən istifadə edilir. Bu kondisionerin 5 rejimi var. Hal-hazırda kondisioner avto rejimdədir. Bu soyutma rejimi, qurutma, isitmə və fan rejimləri. İnsanların böyük əksəriyyəti kondisioneri soyutma üçün istifadə edir. Bu səbəbdən də biz mod düyməsini basırıq və burada qar dənəci işarəsi görünəndə kondisioner soyutma rejiminə keçmiş olur. İnsanların əksəriyyəti elə başa düşür ki, kondisionerin temperaturunu nə qədər aşağı qoyarıqsa, bir o qədər çox soyuq verir. Əslində bu belə deyil. Siz sadəcə olaraq kondisionerə bu temperatura qədər evi soyut, sonra dayan komandasını verirsiniz. Bu səbəbdən də temperaturu 22, 23, 24 dərəcə ayarlamanız məsləhətdir. Əgər elektrik enerjisinə qənaət etmək istəyirsinizsə, o zaman 24-25 dərəcə ayarlamaqda yarar var. Və deməli, bundan başqa burada hansı düymə var? Ən çox istifadə olunan fan düyməsi. Fan düyməsinin köməyi ilə biz kondisionerin ventilatorunun sürətini dəyişirik, yəni fanının sürətini dəyişirik. Azərbaycan dilində sərinkeş deyilir. Biz bu düyməni basdıqda növbəti rejimə keçmiş oluruq. Burada 4 sürət var. Aşağı sürət, orta sürət, yuxarı sürət və avto sürət. Əgər yataq otağında fanın səsi sizi narahat edirsə, o zaman aşağı sürəti seçə bilərsiniz. Bu kondisionerin digər rejimlərinə keçmək üçün biz mod düyməsini yenidən basırıq və burada bir su damlaşı işarəsi ekranda görünür. Bu qurutma rejimidir. Bu rejimdə kondisioner evdə olan nəmi azaldır. Bir daha mod düyməsini basdıqda burada günəş işarəsi gəlir. Bu kondisionerlərdə ən çox istifadə olunan rejimlərin ikincisidir. Yəni kondisionerdə ən çox soyutma və isitmə rejimlərindən istifadə olunur. Və isitmə rejiminin həqiqətən də soyutma rejiminə nəzərən böyük fərqləri var. Əvvəla odur ki, kondisioner işə salan kimi oradan soyuq gəlirdi, isti soyutma rejimində soyuq gəlirdi. Burada isə həmən isti gəlməz. Ən yaxşı halda təxminən 6-7 dəqiqədən sonra kondisionerin ağzından ilıq hava çıxır. Bu səbəbdən də bir kondisionerin nominal gücə, yəni yaxşı işləməsi üçün ən azı 20 dəqiqə, bəzi vaxt isə 1 saata qədər vaxt lazım olur. Bu səbəbdən də bir qədər səbirli olmanız tövsiyə edilir. Bu rejimdə biz kondisionerin temperaturunu 26 dərəcədən yuxarı tuturuq. Çünki isti hava yuxarıda yığıldığına görə, əgər aşağı temperatur qoyarıqsa, o zaman kondisioner tez-tez yanıb sönər. Yəni, elektrik enerjisinə qənaət etmək istəyənlər əlbəttə ki, 23, 24, 25 istədiyi temperaturu qoya bilər. Amma burada ən önəmli məsələ kondisionerin fanının sürətini avto rejimə qoyulmasıdır. Biz bütün videolarımızda bunu deyirik, çünki kondisionerin sürəti avto rejimə qoyulduqda kondisioner daha verimli, daha məhsuldar işləyir və eyni zamanda da çöl hissəsi yalnız havanın temperaturu təxminən 0 dərəcəyə yaxınlaşdıqda baş verir. Çünki bu halda kondisionerin ventilatoru mikroprosesor, yəni kondisionerin beyni vasitəsilə idarə olunur və o düzgün seçdiyinə görə kondisionerdə daha yaxşı istilik verir. Bunu etmək elə də çətin deyil. Fan düyməsini bir neçə dəfə basırıq və burada bir avto sözü göründükdə kondisionerdə demək fan avto rejimə keçmiş olur. Mod düyməsini yenidən basırıq və burada bir fan işarəsi gəlir. Fan işarəsi gəldikdə kondisioner fan rejiminə keçmiş olur. Bu rejimdə o adi bir ventilator kimi çalışır. Biz mod düyməsini yenidən basırıq və orada bu işarə bərabər tərəfli üçbucaq işarəsi gəlir və bu işarə gələndə kondisioner avto rejimə keçmiş olur. Avto rejim nədir? Avto rejimdə kondisioner daima eyni temperaturu
saxlamağa çalışır. Bu kondisionerdə temperatur dəyişmək mümkündür və zavod tərəfindən avtorejimin 24 dərəcə civarında saxlanılması proqramlaşdırılıb. Yəni, bu rejimdə biz qoşduğumuz təqdirdə, əgər havanın temperaturu otağın içində 24 dərəcədən yuxarı olacaqsa, o zaman kondisioner soyutma rejimində, aşağı olacaqsa isitmə rejimində işləyəcəkdir. Mod düyməsini təkrar basıb soyutma rejiminə qayıdırıq. Hörmətli izləyicilərimiz, indi isə mən sizə digər düymələrin izahını verəcəm. Fan düyməsini izah etmişdik. Onunla biz sürəti idarə edirik. Burada bir swing düyməsi yazılıb. Swing düyməsinə basıldıqda ekranda bu işarə gəlir və orada həmin jalüzünün, yəni ağzında havanın çıxdığı yerin hansı vəziyyətdə durduğu məlum olur. Əgər bir neçə dəfə biz basırıqsa, onun yuxarı aşağı hərəkət etdiyini görürük. Bir daha basırıq, o oradan qeyb olur. Hörmətli izləyicimiz, bəzi vaxt elə olur ki, insanlar bilərəkdən və yaxud bilməyərəkdən kondisionerin temperaturunu həddindən aşağı qoyurlar və sonra da səhərsi gün kondisionerə görə mənə soyuq dəydi deyə şikayət edirlər. Bunun olmaması üçün kondisioner istehsalçıları burada bir rejim bizim üçün fikirləşirlər. Deyək ki, 21 dərəcəyə, 22 dərəcəyə qoyduq və burada bir sleep düyməsi var. Bu sleep düyməsinə basanda burada bir ay və ulduz işarəsi gəlir. Belə, bu rejimdə kondisioner təxminən 2 saat sonra temperatur 22 dərəcəyə, bir neçə saat sonra 23 dərəcəyə qaldıracaq və bununla da soyuq dəymə kimi bir problem olmayacaqdır. Əslində isə ümumiyyətlə soyuq dəymənin olmaması üçün əvvəlcədən temperaturu 23-24 dərəcəyə və yaxud ən yaxşısı 24 dərəcə ayarlamaq məsləhətdir. Bu rejimdən çıxmaq üçün sleep düyməsini yenidən basırıq. Biz ekranda bir saat görürük. Saatın qurulması çox önəmlidir. Çünki saat qurulmalıdır ki, timer rejimi işləsin. Saatın qurulması üçün biz burada clock düyməsini basırıq və burada yanıb söndüyünü görürük. AM günortaya qədər, PM isə günortadan sonra olan saatdir. İndi deyək ki, saat 1'dir. Saat 1, yəni günorta 1-dirsə o zaman biz demək clock düyməsini basırıq və bu düymələrin köməyi ilə günorta PM 1'ə ayarlayırıq. Təbii ki, biz prosesin hamısını görkəzirik ki, siz görəsiniz ki, yəni o qədər də saatı qurmaq o qədər də tez başa gəlmir. Çünki rəqəmlər qaçır və bundan sonra biz set düyməsini basıb deməli saatı qurmuş olduq. Yəni bu PM 1 13:00 deməkdir. İndi biz timer rejiminin istifadəsindən danışacağıq. Məsələn, siz işə gedirsiniz, istəyirsiniz ki, bilirsiniz ki, təxminən axşam saat 7-də evə qayıdacaqsınız və yaxud 8-də evə qayıdacaqsınız. O sizin işinizdən asılıdır və istəyirsiniz ki, siz evə gəlməmişdən qabaq, 1 saat qabaq kondisioner işə düşsün və evinizi isitsin. Əlbəttə, bizdə bu rejim az istifadə olunur, amma yenə də izah edirik. Timer düyməsi basılır, burada timer 10 gəlir və məsələn, bir saat deyək ki, axşam saat 6-da, yəni PM 6-da kondisionerin işə düşməsini istəyiriksə, o zaman demək, bu düymələri basıb, bunların köməyi ilə demək, PM 6-nı ayarlayacaq inşallah və bundan sonra biz evə gələnə qədər, saat 6-da evə gələndə artıq evimizin tamamilə soyudulmuş olduğunu görəcək. Bundan sonra set düyməsi ilə onu təsdiq edirik. Bəzi vaxtda da elə olur ki, biz yerimizə uzanırıq, kondisioneri işə salmışıq, yerimizə uzanmışıq və istəyirik ki, kondisioner bir neçə saatdan sonra sönsün. Belə olduğu təqdirdə timer düyməsini basırıq və burada timer off gəlir və deyək ki, saat 3-də, AM 3-də məsələn, aşağıda PM-dir indi hal-hazırda, biz AM üsəmini quraq və səhər saat 3-də kondisionerimiz söndürülsün. Bundan sonra set düyməsini basırıq. Hörmətli izləyicilərimiz, bu timer rejimi həqiqətən də maraqlıdır və istifadə etməyiniz məsləhət görülür. Yenidən timer düyməsini basmaqla bu rejimlərdən çıxmış oluruq. Və burada daha 2 düymə var.
Bəzən, məsələn, deyək ki, sizin kompüter otağınız var və kompüter otağında bir neçə kompüter dayanır və orada da hər hansı bir iş görürsünüz. Və orada temperatur deyək ki, 20 dərəcəyə qoymusunuz. Kompüter otağında 18 də qoya bilərsiniz, 20 də qoya bilərsiniz. Çünki orada insan olmadığına görə heç bir problem olmaz. 20 dərəcəyə qoymusunuz və ventilatorun sürətini ən böyük sürətə qoymusunuz, soyutma prosesi gedir və istəmirsiniz ki, kimsə gəlib pultdan nəsə bir dəyişiklik etsin. O zaman əlinizə bir qələm götürüb burada lock düyməsini basırsınız. Lock düyməsi basılanda burada bir açar işarəsi gəlir. Bu da o deməkdir ki, artıq heç bir düymə işləməməkdir. Yəni heç bir düymə ilə nə yandırıb söndürmək, nə başqa bir əməliyyat etmək mümkündür. Amma burada bircə düymə işləyir. O da yenə də həmin lock düyməsidir. Kilidləmə. Onu təzədən basdıqda artıq kondisionerimiz təzədən işləyəcəkdir. Bəzi vaxtda da elə olur ki, bir müddət pult işlədikdən sonra orada müəyyən problemlər baş verir. Yəni neysə düz göstərmir, bəzi şeylər yoxa çıxır. O zaman yenə də əlimizə bir qələm götürür. Burada bir reset, yəni güncəlləmə, yəni yaddaşı təzələmə kimi bir funksiyası var. Biz onu basdıqda gördüyünüz kimi ekranın içində hər şey yoxa çıxdı və təzədən gəldi. Bundan sonra təzədən pultumuzu ayarlayırıq. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Əssəlamu aleykum.